Necə ki gedirsən təzə bir dükan açırsan, təzə bir dənə dükan açdın. Məsələn, nümunəsini belə verək, bir dönər yeri açırsan, orada satışları artırmalısan, nəsə bir başqa bir əlavə bir şeylər eləməlisən ki, cəmaət dönəri çox yesin. Nə qədər dönəri çox yeyərlərsə, sənin qazancın o qədər çox olacaq. Bunun fərqindəsən, bu bir ticari anlayışdır. Bax, bu ticari anlayış dərman firmalarının tamamında var. İnternet saytlarına girin, baxın. Ancaq satışlarını artırmaq istəyirlər. Satışları artırmaq üçün də nə etmək lazımdır? Dönər salonu olanda nə etmək lazımdır? İnsanlara təbliğ eləmək lazımdır, ac olmalarını tələb eləmək lazımdır, ac olmaları üçün dua eləmək lazımdır. Həmən o dərman firmaları da satışlarını artırmaq üçün nə etməlidir? Xəstəlik çoxalmalıdır, nə bilim, dərman istifadəsi yaygınlaşmalıdır. Budur. Yəni, mən heç indiyə qədər görməmişəm. Kim görübsə desin. Yəni, ən ağır xəstəlikdən, indi burada adını tələffüz eləmək istəmirəm, ən ağır xəstəlikdən dərmanlardan sağalsın. Xeyr, bu mümkün deyil. Dərman heç vaxt sağaldmaz insanı. Sağaldır deyən varsa fakt göstərsin. Dərman sağaldmaz insanı. İnsanı sağaldan psikolojisidir. Beynin ruha, bədənə verdiyi stres miqdarını azaltmasıdır. Əgər sən beyninlə stresi azaldırsan, əhval-ruhiyyəni yaxşılaşdırırsansa, sənin o baş ağrın keçib gedəcək, sənin o məd ağrın bir müddət sonra keçib gedəcək. Bu mənim sözüm deyil, ha. Bu 1000 il, 1500 il bundan qabaq, 2000 il bundan qabaq yazılmış olan əsərlərdə var. Yəni, istəyən araşdırıb çıxarda bilər, kommentdə də soruşa bilərsən, mənbəy bildirə bilərəm, problem yoxdur. Mənbəysiz bir kəlmə bu məsələlərdə söz ola bilməz. Yəni, 1500 il, 2000 il bundan qabaq mədə qanaması yox idi. 2000 il bundan qabaq ağciyər xəstəliyi yox idi. 3000 il bundan qabaq, nə bilim, ürək xəstəliyi yox idi. Dərman verirdilər ona ki, 1000 manata dərman al gəl. Kemoterapi var idi. Kemoterapi ölümdür, ölüm. Ondan bir mənalı qaçın. Bir mənalı qaçın ondan. Avropalı bir həkim var. Nobel ödülünə layiq görülüb. Adı yadımdan çıxdı. Deyir ki, kemoterapi haqqında nə deyə bilərsiniz? Deyir, kemoterapini mən ona oxşadıram ki, çöldəsən, səhradasan, dalınca bir dənə aslan gəlir. Nə çıxacağın ağac var, nə qaçacağın bir şey. Nə cür qaçarsan o aslandan? Necə surətlə? Qaça bildiyin qədər. Kemoterapidən deyir, xəstələr elə qaçmalıdır. Budur. Yəni, çalışdığımız qədər dərmanlardan istifadə eləməyib uzaq qalmaq lazımdır. İnsan özü öz həkimi olmalıdır. Başım ağrır, gətir bir dənə oradan filan dərman, X dərman. Qardaş, bir səbirli ol. Bir qalx, əl üzvü yu, balaca üzvə su vur, keçəcək o ağrı. Beyni proqramla ki, o ağrı keçməlidir 15 dəqiqə içində, keçəcək. Get bir 10 dəqiqə uzan, təzyiqim qalxdı, gətir oradan danq bir dənə dərman. Dəhşətli dərəcədə milyarlarca dollar qazanc əldə edir bu təzyiq dərmanını satan şirkətlər, xarici şirkətlər. O heç istəyərsən təzyiq xəstəliyindən sağalasan, istəməz. Yəni, insan özü öz həkimi olmalıdır. Bunların fərqinə varın. Oxuyun, araşdırın, öz fəlsəfinizi irəli sürün, özünüzə sual verin, cavabını mütləq şəkildə axtarın, tapın, neyin nə olduğunu görəcəksiniz.